bildiririk. Gəlin alqışlarla biz də onlara çox sağ ol deyək. Hörmətli qonaqlar, indi isə açılış nitqi ilə çıxış etmək üçün səhnəyə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovu sizin alqışlarınızla dəvət edirik. Hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlar, əziz dostlar, xanımlar və cənablar. Sizin hər birinizi 10-cu il dönümünü qeyd etdiyimiz ölkəmizin ən iri biznes tədbirlərindən biri olan Milli Marketing Forumunda şəxsim adımdan təmsil etdiyim Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, onun rəhbəri, hörmətli cənab Rövşən Rzayev başda olmaqla bütün kollektivi adından ürəkdən salamlamaqdan və bu münasibətlə hər birinizi təbrik etməkdən şərəf və qürur hissi duyuram. Hörmətli aparıcımız qeyd etdiyi kimi, bu tədbirin ərsəyə gəlməsində əmək olan hər bir quruma, təşkilatçılardan, sponsorlardan, media tərəfdaşlarından başlayaraq hər bir kəsə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də bu tədbirə təşkilati dəstək verməkdən xüsusilə qürur hissi duyuram. Bugün biz hamılıqla Azərbaycan xalqı, Azərbaycan milləti olaraq tarixi zəfərimizin məntiqi nəticəsi olan böyük qayıdışımızın təntənəsini, sevincini və qürurunu yaşamaqdayıq. Bu şanlı tarixi bizə bəxş etdikləri üçün biz ilk növbədə müqəddəs ruhları qarşısında baş əydiyimiz və Allahdan daima rəhmət dilədiyimiz şəhidlərimizə, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allahdan sağlıq və şəfa dilədiyimiz qazilərimizə və nəhayət istər tarixi zəfərimizin, istərsə də böyük qayıdışımızın əsas memarı və müəllifi olan Müzəffər Ali Başkomandanımıza borcluyuq. Bugün böyük qayıdış öz unikallığı ilə səciyyələnən istər miqyasına, istərsə də işğal vaxtında olan məruz qaldığı dağıntıların həcminə görə dünya səviyyəsində öz unikallığı ilə səciyyələnən böyük qayıdış və işğaldan azad edilmiş ərazilərimizin ümummilli iqtisadiyyatına reinteqrasiyası ölkəmiz qarşısında 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Möhtərəm cənab prezidentimizin bununla bağlı 2 fevral 2021-ci il tarixli sərəncamı mövcuddur. Və məhz bunun əsnasında həmin milli prioritetin təmin olunması məqsədi ilə 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə möhtərəm cənab prezidentimiz Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramını təsdiqləmişdir. Həmin dövlət proqramı beynəlxalq təcrübəyə, dünyada gedən iqtisadi trendlərə, dayanıqlı inkişaf məqsədlərinə, Sustainable Development Goals sənədinə və təbii ki, işğaldan azad edilmiş ərazilərimizin potensialına əsaslanaraq tərtib olunmuş, böyük qayıdışın manifesti olaraq elmi əsaslara malikdir. Və bugün biz fəxarətlə, qürurla qeyd edə bilərik ki, böyük qayıdış prosesi Şərqi Zəngəzurda və Qarabağ iqtisadi rayonlarında böyük uğurla icra olunmalıqdadır. İşğaldan azad edilmiş ərazilərimizdə sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyaslı bərpa, quruculuq işləri aparılır.
çirklənmiş torpaqlarımız minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənir. Yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkün sığınmacılarımızın öz doğma torpaqlarına qayıdışı üçün beynəlxalq qanunvericiliyə təsbit olunmuş tərzdə, könüllü, ləyaqətli və təhlükəsiz tərzdə qayıdışı üçün Azərbaycan dövləti tərəfindən ölkəmizin rəhbərinin başçılığı ilə münbit şərait yaradılır. Dövlət proqramı və onun tədbirlər planından irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də 5 əsas fəaliyyət istiqaməti üzrə əsas icraçı qurum, 12 fəaliyyət istiqaməti üzrə isə əlavə icraçı qurum kimi müəyyənləşdirilmişdir. Əsas fəaliyyət istiqamətləri deyəndə qayıdışın bünövrəsini təşkil edən, keçmiş məcburi köçkün soydaşlarımız arasında sosioloji sorğuların keçirilməsi, onların qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, böyük qayıdışa dair prosesin təbliğat, təşviqat və maarifləndirmə işlərinin böyük qayıdış prosesinin istər yerli, istər xarici kütləvi informasiya vasitələrində işıqlandırılması, böyük qayıdışın texniki təşkilati məsələlərin həlli, tədbirlər planına uyğun olaraq bərpa olunmuş evlərə və mənzillərə keçmiş məcburi köçkün soydaşlarımızın köçülməsi, reinteqrasiya tədbirlərinin keçirilməsi, dayanıqlı icmaların yaradılması və böyük qayıdış prosesinin səmərəliliyinin yüksəltməsi məqsədi ilə xüsusi qaynar xəttin yaradılmasıdır. Təbii ki, işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi təkcə infrastrukturun bərpası deyil, həm də milli yaddaşın, milli məfkurənin, milli dəyərlərin yenidən qurulmasıdır. Və Azərbaycan Respublikası Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu prosesi geniş ictimaiyyətə, həm yerli, həm beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırmaq, reinteqrasiya güncələndirmək və yeni formalaşan icmaların sosial və iqtisadi potensialını tanıtmaq məqsədi ilə bu milli marketinq forumunda iştirak edir. Və təbii ki, forum çərçivəsində komitə özəl sektor, media və yaradıcı agentliklərlə əməkdaşlıq imkanlarını müzakirə edir. Bugün Qarabağda və Şərqi Zəngəzurda artıq yeni həyat başlayır. Məlum olduğu kimi artıq 14 minə yaxın keçmiş məcburi köçkün soydaşımız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yenidən inşa edilmiş yaxud bərpa olunmuş evlərinə qayıdışı və dayanıqlı məskunlaşdırılması təmin edilmiş. Amma təbii ki, ancaq keçmiş məcburi köçkün soydaşlarımızla bu məskunlaşma məhdudlaşmır. Nəzərə alsaq ki, həmin ərazilərdə geniş miqyaslı bərpa quruculuq fəaliyyəti aparılır və dövlət qurumlarının yenidən təsis edilmiş yerli bölmələrində çalışan soydaşlarımız var. Bugün artıq Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında məskunlaşan əhalinin sayı 40 mindən çoxdur. Təbii ki, bu proses növbəti illərdə daha geniş vüsət alacaq, daha geniş intensivləşəcək və biz əminik ki, nə vaxtsa erməni qəsbkarları tərəfindən xarabalığa çevrilmiş torpaqlarımız bir neçə ildən sonra sözün əsl mənasında cənnətə çevriləcək, sülh və tərəqqi məkanına çevriləcək və Azərbaycan dövləti dünya ictimaiyyətinə post-münaqişə və keçmiş məcburi köçkünlərin reinteqrasiyası üzrə yeni dünyavi modeli təqdim etmək iqtidarında olacaq. Və təbii ki, bizim hər birimizin, hər bir Azərbaycan vətəndaşının müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərimizin qanı ilə suvarılmış, qazilərimizin canı və qanı bahasına işğaldan azad edilmiş torpaqlarımıza yeni ruh,
yeni nəfəs, yeni həyat vermək hər birimizin bir vətəndaşlıq borcudur, bir mənəvi borcudur və təbii ki, bu prosesi həmçinin tanıtmaq məqsədi ilə ictimai təsisatlar, dövlət qurumları, marketinq mütəxəssisləri, media tərəfdaşlarla birgə bu prosesi düzgün aparmalıyıq. Mən sizin hər birinizə bu sayədə uğurlar arzulayıram və çox böyük fəxarətlə qeyd etmək istəyərdim ki, bugün keçiriləcək 3 panellərdən biri də böyük qayıdış prosesinə, ölkəmiz üçün ən milli prioritetlərdən biri olan böyük qayıdış prosesinə həsr olunacaq. Sizin hər birinizə Milli Marketinq Forumunun işində uğurlar arzulayıram. Bir daha diqqətinizə görə təşəkkür ederim. Biz sizə təşəkkür edirik və təbii ki, illər öncə biz doğma Qarabağımızın işğaldan azad olunmasından bəhs ediriksə, bugün artıq orada görülən işlərdən qürurla, fəxarətlə sizə məlumat veririk və Fuad müəllimin dediklərinin ardı olaraq mən istərdim ki, sizə bildirək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair 1-ci dövlət proqramı çərçivəsində hazırlanmış Xocalı şəhərinin gecə və gündüz görüntülərinin əks olunduğu bir video çarx var. Biz istərdik ki, həmin video çarxı sizə təqdim edək. Ümumiyyətlə, forum boyunca biz doğma Qarabağımıza qayıdışla bağlı bir neçə video çarxı sizin diqqətinizə çatdıracaq. İndi isə rica edirik ki, diqqətinizi ekrana yönəldəsiniz. Gül çiçeğin ətirlidir, ey